Gelin. Vay Azim Hanım, hoş geldiniz. Salam aleyküm, salam. Hoş gördük. Gördük. Hoş geldiniz. Buyurun, kesin. Biz gelmişik. Bilirsiniz, sizlə telefonda da danışdıq. Sizin bu görmüş olduğunuz işiniz nə? Bu tarın hazırlanması, şimdi musiqi alətlərinin hazırlanması. Bununla bağlı bizim bir şirketimiz olacaqdır. Hoş geldiniz. Buyurun, kesin. Keçin bak, siz qabağa düşün. Gelin, sete keçin. Gelin, Bu uzun bir prosedur yolu keçir də, ümumiyyətlə. bu tarın yaranması çok çətin işdir. Mən danışacağım hamısını başdan ayağa. Tarın yaranma formasını. Yerenboy rayonunun Qızılacılı sakini Uzeyrov İldırım müəllim. Həm məktəbdə müəllim işləyirəm, həm tar sənətinin inkişafı üçün çalışıram, tar düzəldirəm. Yəni Azərbaycan tarı çanağının ölçüsünə görə 28'lik tar deyirlər, 29'luq tar deyirlər çanağın uzunluğu. Yəni başqa yerlərdə, başqa dövlətlərdə də tarlar var. Onlar böyüklüyünə görə 30 olur, 29. Ancaq bizdə 28-29 ən çox yığılan tarlardır. Əvvəlcə tar şəkil ağacından kəsilir. Bax bu fason kəsilir, gəlir. Yəni bax belə kötük formasında. Ondan sonra bu ortadan bu formada kəsilir, düz ortadan kəsilir və bunun üst və alt hissəsi, özək və qabıq hissəsi çıxarılır və döşkünç formada bu formaya salınır. Bu formaya salınandan sonra üstü təmizlənir və düzlənindən sonra bunun ölçüsü verilir. Ölçüsü veriləndən sonra bu tarın ölçüsü veriləndən sonra başlayır bunun tar formada kəsilir və içi oyulmağa başlayır. Bu içi oyulduqca çöl hissədən də oyulmaq lazım və kiçilməyə başlayır. Bunun dərinliyin ölçüsü qabaqcadan verilir. Yəni tarın çöl ölçüsündən içəri ölçüsünün fərqi var. Yəni o tar yoğunluğu bu 30-40 kilo ağırlığında çəkil olur 1 kilo yarım. Sənətdən sonra qol hissəsi düzəlir. Qol hissə bax bu formada kəsilir, hazır olur ağaclar və onun yonulması başlayır. Yəni ikinci hissə qoldur. Onun ölçüsünə görə də qolu kəsirik, buradan istifadə edirik. Ordun laqonlarını götürüb keçəsiz də yəqin, hə? Tarın 3 hissədir. Çanaq yolundansa bu qol hissədir. Kəllə hissədə bu formada kəsilir. Kəsiləndən sonra bax bu formada düzəlməyə başlayır. Bunun ölçüsü bu qola keçirilir. Bunun üçüncü hissə bu qola keçirilir və bunun aşıq yerləri bu formada 9 yerdən deşilir və aşıların yerləşməsi üçün istifadə olunur. Bunun orta hissəsi də bu formada ürək fasonu kəsilir və onun simləri keçirmək üçün istifadə olunur. Yanlar bu formada aparatla çıxır, sonra da əl işlə bu formada təmizlənir.
Bunu biraz apartını işlədim. İçin. Bəlkə mən götür, yavaş sal, mən də danışacağım. Eləsini düzəltmişəm, elə bilirdin qıraqdan pişik durub beləcə bax. Sən Allah, forma, hə? Bu elə bir işlədiyin yerdə riski çıxır, beyninə düşür. Tarım o yoğunluqdan sonra bax bunun çanaq hissəsi. Bu çanaq forma bax bu formada yoğunlur. Yoğunlandan sonra bax burada görürsən ikinci qol hissədir. Qol hissə bax burada pərçim olunur. Bu da kəllə hissədir. Bax bu qol hissə bax bura kimi gəlir. Bu qol hissə, bu kəllə hissə də bunu qol hissəyə keçirilir. Görürsən bu yanında bildirilir. Bu təzahüratlı deyən bildirir. Bu keçir qola. Kəllə qola keçir. Bu qol çanağa keçir. Bax bu formada içəriyə keçir. Hə. Keçəndən sonra bunun içərisində iç qol. Görürsünüz parıldayır. Bu iç qoldur. Bu qolun irəli gəlməsinin qarşısını alır. Bunu iç qol deyirlər. Bu isə döş taxtasıdır. Bu qolun notların davamçısıdır. Bu çanağın üzərindəki tarın üz dərisidir. Bu da ebonit xərəkdir. Xərək, bu da arxa xərəklik deyirlər. Bu arxa xərəkdir. Yəni bu simlər buna bərkidir. Bu böyük xərəyin üzərindən keçərək bu kiçik xərəyə doğru gəlir. Bu xərəyin üzərindən də keçir. Bu oma sümükdür. Sümükdən hazırlanmadır. Bunu səslənməyə çox köməyi var. Bu xərək simləri, iki xərək. Biri solda yerləşir, biri do notunda yerləşir. Yəni bunların biri sola köklənir, biri doya köklənir. Yəni istifadə olunur. Tarda 11 sim var. Ağ sim, sarı sim, köz sim, bəm sim, zəng simlər yerləşir. Yəni onları tək-tək, zəng simləri tək-tək salmaq olur. Yəni əslində küçük salınmalıdır. Tarda aşıqlar 9 aşıq olur. 6 böyük, yəni bax 3 bu bir hissədə, 3 də bir hissədə. Bunlar ağ simlərin, sarı simlərin və zəng simlərin aşıqlardır. Köz simin 3 dənə də kiçik aşıqlar olur. Bunlar da köz sim və bəm simlərin aşıqları yerləşir. Yəni 2 bunlar, 1 bu. 3 cəmi 9 aşıq yerləşir. Tarda aşıq olur, kəllə hissədə. Qolda 22 pərdə yerləşir. Yəni bunlar jilkadan istifadə edirlər. 22 qol pərdəsi var. Bunlar səs düzümünün formasıdır. Çox qədim zamanlarda bunları bağırsaqdan istifadə edirlərmiş. Getdikcə bunu biz jilkadan istifadə edilir və 22 jilka ilə 22 qol pərdəsi bağlanır. Və səslərin düzümü 22 səs pərdəsinə otura bilir. Və əlavə olaraq döş taxtasına gəlir çıxır. Bu ürək pərdəsidir. Tarın üst hissəsini bundan istifadə edirlər. Bunu ürək pərdəsini piydən ayırandan sonra bunları qurudurlar. Qurudandan sonra suya salıb 3 saat, 4 saat saxlayandan sonra bu yumuşalır və taxta kleyindən istifadə edirlər, kirişdən istifadə edirlər. Bu tarın üst pərdəsini çəkmək üçün bax bu yumuşalandan sonra bu üzə çəkilir və bir sutka durur. Durandan sonra quruyub bax bu formaya düşür.